Başqa yazanlarda oldu. Xeyr, məndə də olmadı problem. Biz keçən dərsini keçdik. Bir dərs buraxmışıq sizinlə. Onu əvəz eləyəcəm mən. Bugünkü dərs olacaq şərt operatorları, if else, bir də switchdən danışacağıq dərs. Yəni mövzu çox uzun deyil. Danışılacaq çox şey yoxdur haqqında. Ona görə birinci keçən dərsləri də yada salaq. Təkrar kimi də olsun bu dərs. Deməli, Java-dakı operatorlar keçən dərsimiz neçə hissəyə bölünür, hansılar yadınızda qalıb, kim deyə bilər? Buyur Sona. Salam müəllim. Deməli, hesablamaları aparmaq üçün arifmetik olur birincisi. İkincisi müqayisə operatorlardır. Üçüncüsü də məntiq operatorlardır. Bir də mənimsətmə operatorları, onlar da var. Məsələn, hesablama operatorları bildiyimiz kimi toplamada çıxma, vurma, bölmə, qalıq bunlar üçün istifadə olunur. Məsələn, bölmə işarəsi ilə qalıq bəzən çıxdırılır. Bölmə tam ədədi çıxardır nəticə olaraq. Qalıq işarəsində faiz kimi olanda sondakı nə qədər qalıq olduğunu hesablayırıq. Sonra müqayisə operatorlardır. Məsələn, 2 bərabər olan bərabərdirmi sualını verir. Məsələn, nidə bərabər olanda bərabər deyil. Böyükdür, kiçikdir, böyükdür, bərabərdir. Bunlar müqayisə operatorlardır. Bir də məntiqi operatorlar vardır. Burada əsasən and, or, not, for bu əməliyyatlardan istifadə olunur. And əməliyyatı 2 dənə o işarənin adı yadımdan çıxdı. Ondan olur. Məsələn, and əməliyyatında deyirik ki, əgər hər iki tərəf doğrudursa, onu nəticə olaraq götürəcəyik. Or əməliyyatında bir true, bir false olanda nəticə true olur. Məsələn, xor əməliyyatı vardı. Xorda əgər ikisi də eynidirsə 0 verirdi. Yəni ikisi də true-dursa, ya ikisi də false-dursa 0 olurdu. Nəticə false olurdu. Fərqli olanda true olurdu. Not olan əməliyyatı əksinə çevirir. Bir də mənimsətmə operatorları var. Məsələn, bərabərdir yazırıq, ya da plus bərabərdir, minus bərabərdir. Bunlar. Bir də ternari operatorlar vardı. Bunlar şərt üçündür. Elə bizim if else-lə ya da switch-lə yazdığımızı bir sətirdə yazmaq olur. Burada da sual, bir də 2 nöqtə işarəsi qoyulur. Doğru şərt sualın içində verilir, səhv olan 2 nöqtədən sonra. Bəli. Ekrana paylaşım bir dəqiqə. Kodumdakı səhv nədir? Niyə burada qırmızı verilib? Elsəf. Tipini yazmamışıq deyə müəllim. İncəcir. Nə eləmişik? Tipini qeyd eləməmişik. Tip burada. Tip burada. Integer. 2 bərabərlik olmalıdır. Şərt yoxlanılır deyə orada. Niyə 2 bərabərlik olmalıdır? Çünki şərt olaraq vermişik də onu. Yəni bunlar ayrı operatorlardır. Əgər bir bərabərlik olarsa, bu olur mənimsətmə operatoru. Dəyişənə dəyər mənimsətmək üçün istifadə olunur. 2 bərabərdir, artıq dəyərləri müqayisə eləmək üçün istifadə olunur.
Əran ehtiyac yoxdur, aydın məsələdir. Sonra kodum düzdür yoxsa səhvdir? Səhvdirsə niyə səhvdir? Başqa var, başqa fikri olan. Buyur Cəmilə, buyur. Burada müəllim bir bərabərliyi ilə olmalı idi, yoxsa? Bir bərabərdir nə olmalı idi? Biz yəni If-dən sonra, S-dən sonra bir bərabər olmalı idi. Yəni bu kodu mən belə run eləsəm, bax. Kod belə işləyir. Burada biraz. Yoxsa yox. Kod belə işləyir. Burada zahirən baxanda bir xəta yoxdur. Amma mən bunu bir bərabərdir eləsəm, artıq işləməyəcək. Bunu, yəni bundan qabaqki kodda, bayaq yazdığım kodda baxdıq. Bir bərabərdir, müqayisə üçün deyil, mənimsətmək üçündür. Yəni comparison operator deyil, assignment operatordur. 2 bərabərdir qoyanda bu kod işləyir. Amma bu kodda keçən dərs baxmışdığımda bir xəta var. Belə görsənmir, amma bir xəta var bu kodda. Deyə bilərəm mən də. Buyur. Keçən dəfə demişdik ki, stringləri equal-la yoxlayırıq. Rəqəmlər falan onunla bərabərdir ilə. Rəqəmlər nə ilə? Rəqəmlər olanda bərabərdir ilə yoxlaya bilərik, amma stringləri demişdik ki, equal-la yoxlayırıq. Səbəbini də deyə bilərsən? String pull-la bağlı bir şeydir, səhv eləmirəmsə. Equals dəyərləri yoxlayır, bərabər olanda isə referanslar yoxlanılır. Əslində bərabərdir elə dəyərləri yoxlayır. Dəyərlər primitivlərdə bizim assign elədiyimiz, verdiyimiz dəyərdir. Amma referans tiplərdə artıq o dəyərlər olur referanslar, yəni adreslər. Və bizə lazım deyil ki, biz adresləri müqayisə eləyək. Çünki biz iki eyni cürə obyektin adresini müqayisə edəcək. Bunlar ayrı obyektlərdirsə, obyektlər bərabərdirsə belə biz false olacaq, bərabər deyil olacaq. Ona görə bunlarda, yəni referans tiplərdə equals-la müqayisə eləmək lazımdır. Baxın belə. S equals, sonra da müqayisə eləyəcəyimiz string. Keçək şərt operatorlarına. Şərt operatorları, daha doğrusu, yəni şərt operatorları elə. If
şərti çek eləyir. Əgər mötərizənin içərisindəki ifadə true qaytarırsa, keçir blokun içərisinə, blokun içərisindəki sətirləri icra eləyir. Deyilsə, bu bloku keçir. Yəni blokun içinə heç girmir. Baxaq məsəl üçün bir xırda nümunə ilə bayaqkına bənzər int age bərabərdir 15 verək. Və deyək ki, əgər age böyüdürsə 18-dən yaş təsdiqləndi. Əks təqdirdə print eləsin ki, tələb olunan yaşın altındadır. Bunu yəni ki, bilirsiniz də, if else, yəni istənilən proqramlaşdırma dili ilə tanış olan şərt operatorlarını tanıyır. Proqramı run eləyək. Yaşı 15 vermişik, 15 18-dən kiçikdir deyəni deyir, tələb olunan yaşın altındadır. Bu əslində bərabərdir olmalıdır. Yaşı versək ki 18, artıq şərt ödənir və age verified çıxardır. Deməli, else bloku burada ondan, yəni özündən əvvəl gələn if bloku icra olunmazsa icra olunur. Ancaq yəni if'in şərti ödənərsə və şərti ödənərsə, yəni if'in içindəki bu kod icra olunarsa artıq else'in içərisinə girmir. Bunu debug rejimi ilə rahat görə bilərik. Bizdə şərt ödənir. Baxın, age 18 şərt ödənir. Bu, indi ilərlətəcəm bir sətir qabağa. Bu sətir icra olunacaq. Bu sətir isə artıq boz rəngə çevrilib. ID bizə göstərir ki, bu hissə icra olunmayacaq. İndi bu sətir icra olunur. Else'in içərisinə girmədi. Birbaşa çıxdı bu bloklardan. Yaşı az qoyub yoxlayaq bir də bunu. Baxın, bu dəfə bu hissə boz rəng oldu. Niyə? Çünki şərt ödənmir və if blokunun içərisinə girilmir. İlərlətirəm, gəlir birbaşa düşür bura və bu kod icra olunur. Sonra bir də if ilə else'in birlikdə işlənməsi var. Əslində bu fərqli operator sayılmır. Sadəcə yan-bayan yazılır deyənə adı qalıb else if və ya if else. Eyni operatorlardır. Else operatorudur. Bu şərt ödənmədikdə artıq else'in içinə girir və burada da təzə bir şərt yazırıq. If şərti. Orada bir şərt verək. Deyək ki, age necə deyək bunu? Deyək else'imizi də qoyaq bura. Bunu 16 eləyək. Tran eləyək. Tamam, indi biz ikinci bir şərt qoyduq. Biz şərti belə qoyduq ki,
Əgər yaş 18-in altındasa, artıq ikinci bir dəfə çek eləyirik, ikinci şərt yoxlayırıq. Ən azından 16 və 17 arasındadsa, yəni biz buradan bildik ki, 18 deyil və ya 18-dən yuxarı deyil. Baxırıq görək, 16 və 18 arasındadsa, ona restricted permission verək. Məsələn, şəxs qeydiyyatdan keçmək istəyir, məhdud səlahiyyət verək o şəxsə. Onda else if bloku ilə eləyirik, operatoru ilə eləyirik və bu şərtdə ödənmirsə artıq yaş minimumun altındadır. Şərti 17 verək, yaşı. Yəni restricted permission götürür. Yəni bunun üzərində çox dayanmağa ehtiyac yoxdur yəqin ki, yəni buranı başa düşməyən var. Yoxdur da. Belə eləyək. Nested if-lərə baxaq. Əgər kodun icra olunması üçün bizim bir yox, bir neçə şərtimiz varsa, nested if-lərdən istifadə oluna bilər. Məsələn, deyək ki, əgər 18-dən böyük bərabərdirsə və şəxsin hündürlüyü də 170-dən böyük bərabərdirsə, daha doğrusu nə yazmaq olar buna? Yazaq registrdir məsəl üçün. Yəni qeydiyyatdan keçdi. Bu else blokuna da yazaq. Nasıl yazmaq olar? Bir neçə şərt yəni belə qoymaq olar. Əgər şəxs 18 yaşdan böyüksə, artıq onun boyuna baxaq. Boy məsələn 170 və ya daha böyüksə, deyək ki, onu A komandası üçün qeydiyyatdan keçirdək. Boy şərti ödənmirsə, amma yenə də 18 yaş və ya böyükdürsə, onu B komandası üçün qeydiyyatdan keçirdək və artıq bu şərtdə ödənmirsə, deyək ki, tələblər qarşılanmadı. If, else, nested if, bunlar belə. Bir də şərt operatorlarından switch var. Switch də if kimi işləyir. Bir şərti, bir requirement'ı check eləyir və ona uyğun kod icra edir. Yazaq switch. Bizim bir
Məsələn, char simvolumuz olsun. A qoyaq elə char A. Deyək ki, bu olsun. Char olmasın, integer olsun. Bu olsun 1. Burada A-nı veririk. Deyirik ki, A-nın qiymətinə baxacaq. Deməli, case'imiz nədir? Gəlin belə bir şey deyək. Verilən int-ə uyğun, verilən int-ə müvafiq həftənin günün çıxartsın bizə. Məsələn, 1 verilsə, bazar ertəsi, 2 verilsə, çərşənbə axşamı bu şəkildə. Əgər case 1-dirsə, yəni A-nın qiyməti 1-dirsə, deyək ki, sistem out println çıxartsın bizə bazar ertəsi. Case 2-dirsə, yəni A-nın qiyməti 2-dirsə, çıxartsın bizə çərşənbə axşamı. Şənbə. Bu da olsun bazar. İndi biz A-nın qiymətini 1 vermişik. Run eləyək. Hamısını çıxartdı. Niyə? Çünki bir şeyi gözdən qaçırdıq. Case'ləri verəndə istədiyimiz, icra olmasını istədiyimiz kodu yazdıqdan sonra bir keyword var ki, onu yazmalıyıq. Break. Bu nə edir? Bu switch'in şeyindən çıxır ki, switch blokundan artıq kənara çıxır. İstədiyimiz şərt ödənir, istədiyimiz kod icra olunur və digər case'lərə keçməsini, onları icra eləməsinin artıq qarşısını alırıq bundan. Onu da əlavə eləyək hamısına. Artıq düzgün göstərməlidir. Çap elətdirdi bazar ertəsi. Desəydim ki 4. Çap eləyir cümlə axşamı. Və ola bilər ki, bizim verdiyimiz dəyər heç bir case-ə uyğun gəlməsin. Bunda nəyi çap elətdirsin? Onun üçün də bir keyword var. Default keywordu. Yazırıq default və println deyək ki not a weekday, yəni həftənin günü deyil. Ya ingiliscə, ya Azərbaycanca. Bu 4 verməyək, bunu 8 verək məsəl üçün. 4 versək, cümə axşamı çap eləyir. Heç bir şərt ödənməyəndə not a weekday çıxartır. Buyurursa. Müəllim, indi biz switchdə A-nı integerlə verdik də. Ola bilərmi ki, A integer yox, başqa bir dəyişən olsun? Ola bilər, ola bilər. İndi axırda bir nümunə göstərəcəm, orada onu görəcəkdik. Sən dedin yazaq. Məsələn, başqa bir primitiv tip verək, məsələn, char. B
Məsələn, gəlin hələ birbaşa o nümunəni yazaq. Ya da yox, switch-i tam qutaraq sonra yazarıq. Baxacaq ona, dediyimə baxacaq indi. Bu adi bizim bildiyimiz switch. Traditional, yəni dədə-baba qaydası ilə yazılış üsulu. Java 13-dən sonra switch-də bəzi improvementlar, dəyişikliklər oldu. Gəlin onlara baxaq. Yazaq. Deməli, onlardan biri enhanced switch. Yazıram switch. Switchdə əvvəllər belə bir şey yox idi ki, mən bir kod blokuna bir case'dən artıq case verir. Məsələn, deyim ki, case 1-də, 2-də və 3-də bu kod blokunu icra elə. Onun üçün nə edirdim? Manual olaraq götürürdüm. Case 1 kod bloku, case 2 eyni kod bloku, case 3 eyni kod bloku, yəni duplicate olurdu da, eyni kod blokunu bir neçə dəfə yazmalı olurdum. Onu həll elədilər. Bunu açaq. Artıq yaza bilirəm ki, case 1, deyəsən vergüllə ayrılırdı bunlar. Case 1, 2, 3 olsa bunu icra eləsin. Artıq case 4 bunu icra eləsin. Yazaq 1 yenə nə yadımızdan çıxdı? Breaklər. Bu özəli bir problemdir və bu problemi də Java 13-də həll eləyiblər, görəcəyik. Breaklərin yaddan çıxması özü bir problem idi. Baxın, case 1 verdim. Bu 3 case'dən biridir və bunu çap elətdirdi. Case 3 verirəm. Java 13-dən əvvəl belə bir imkan yox idi. Yenə eyni şey. Case 4 verirəm. Artıq bunu icra edim. Break, case 4. Sonra dəyişikliklərdən biri, bunu buraya qeyd edəyək. Multiple cases. Yield keyword-üdür, bunu əlavə elədilər. Bu nədir? Switch-in bizə birbaşa dəyər qaytarmasını təmin eləyir. Məsələn, deyək, yenə int a 4 verirəm. Mənə lazımdır, məsəl üçün, bu switch-in a-nın dəyərinə uyğun switch mənə dəyər qaytarsın. Print elətdirsin, yox ha. Print elətdirmək, yəni burada da biz print elətdiririk. Bu dəyəri mənə qaytarsın, yəni necə? Mən onu bir dəyər kimi başqa bir dəyişənə mənimsədə bilim. Switch-i yazıram. Case 1-də məsələn, mən istəyirəm ki, mənə dəyər qaytarsın case 1. Case 2-də dəyər qaytarsın case 2 olaraq elə. Necə eləyirəm? Bunun axırına bir nöqtəli vergül və bunu bir dəyişənə mənimsədirəm. Burada verdiyimiz dəyərlər stringdir, ona görə string tipli bir dəyişənə mənimsədirəm. String deyirəm, buna ad verirəm, switch. Switch nə olsun, switch variable məsəl üçün.
Nə deyir? Bunun sintaksinə baxmalıyam. Yield istifadə etməliyik. Tamam. Burada yield keyword yazmışam, amma istifadə etməmişəm. Yield keyword'ü switch'in dəyər qaytarması üçün istifadə olunur. All possible input values belə deyək. İndi bu dəyəri çap elətdirməyə çalışaq. Does not cover all. Yani. Aha. Tamam. Deməli bu niyə əlavə olundu? Çünki biz burada vermişik int a1. Bu a nə 1 nə də 2 olmaya bilər. Yəni məsələn 3 ola bilər, 4 ola bilər. O halda nə etsin? Bu hissəsi yəni xəta verməsi üçündür bunu yazırıq. Məsələn 3 olarsa artıq xəta verəcək buradan. Gördünüz. Illegal state exception. Burada yazdığımızı atdı. Bu da yield'dır. Yəni bunun adi switch'dən fərqi nə oldu? Adi switch'in içərisində biz kod icra eləyirdik. Burada isə artıq bir dəyər qaytarırıq yield keyword'u vasitəsilə. Məsələn deyirəm ki, case 1 olarsa, yəni A-nın dəyəri 1 olarsa, yield buradakı stringi. Bu stringi biz qaytarırıq və qaytaranda da nə olur? Bunu dəyər kimi istifadə edə bilirik. Necə istifadə edirik? Bu switch variable dəyişəndən mənimsətdiyi o dəyəri. Burada da switch variable-ı çap elətdirəndə, məsələn 1-dirsə bu çap olunacaq, 2-dirsə bu çap olunacaq. Sonra bayaq dediyim o break məsələsi. Switch with arrows. Bunu belə buradan haradaydı burada? Switch Buna A-nın eləyək. Case 1 daha bu şəkildə oxlarlandır. Burada artıq müəyyən bir blok açıb bağlayırıq deyənə break keyworduna ehtiyac olmur burada. Bir sətirlik kod yazırıqsa heç bloka da ehtiyac yoxdur. Əslində bunu yığışdırmaq olar. Case 2 bu şəkildə. Case 1 çap elətdirdik. Switch case yəni nəzəri olaraq bu qədərdir əslində. Nə çox dərin dərs deyil, nə də çox elə də maraqlı dərs deyil. Bütün proqramlaşdırma dillərində var. Yəni bir sadə bir proqram yazaq məsəl üçün. Primitiv kalkulyator.
İki dənə double tipli ədəd verirəm. A. Bir də double B. Bunlar üzərində 4 riyazi əməliyyatı aparaq. System out print line A plus B burada çıxaq, burada vuraq, burada böyle 5-ci bir də modul alaq. Modulus. Mən istəyirəm ki, bu kalkulyator bu 5 əməliyyatı 5-in də yerinə yetirməsin. Mənim inputuma əsasən seçdiyim bir əməliyyatı yerinə yetirsin sadəcə. Bu cür hallarda if-else-dən daha çox switch case istifadə etmək daha əlverişlidir. Çünki ehtimalların sayı bəllidir, yəni çox deyil və məlumdur. Bizdə olacaq 5 dənə ehtimal və onlar da nə olacaq? Plus, çıxılsın, vurulsun, bu slash, bir də faiz işarəsi. Bir neydi onun adı? Char da yaradaq. Bu olsun əməliyyat. Hələ ki, yox, hələ buna verək plus. Və deyək ki, bu əməliyyat tipli, yəni char tipli bu əməliyyat dəyişənimizə baxıb bunlardan birini icra eləyək. Birinci case'imiz odur ki, bu olsun plus. Plus olarsa biz bunu yerinə yetirəcəyik. Belə eləyək. Əgər çıx olarsa bunu yerinə yetirəcəyik. Bir də son case'imiz də və əgər verilən işarə bunlardan heç birinə uyğun deyilsə, yazaq ki, not an operation. Bunu da operation eləyək. Run eləyib baxaq. Burada biz əməliyyatı toplama vermişik. On 18. Bunu vurma eləyək. Qırx beş. Tamam. Yani switch case if else buraya kadardı. Switch case'i bilmeyen var idi ümumiyyətlə. Yəni if else'i bilərsiniz yəqin ki, switch case'i ola bilsin bilmirdiniz. Birinci dəfə işdən oldu. Müəllim, bu CS-də də var idi elə. JavaScript'da var, hə, olmalıdır. JavaScript'də var, hə, olmalıdır.
Bu mövzudan və ya qabaqki mövzulardan və ya ümumən proqramlaşdırmadan falan başqa sualı olan var? Çünki yəni mövzuları biraz çox xırda bölüblər. Saat yarım bu şərt operatorlarından danışmaq biraz, yəni mən danışa bilmərəm. Buyur Rıza. Müəllim, dərslə bağlı yox, mənim şeydə problem yaranır. Məsələn, VS Code-da hansısa kodu yazıram, düzdürmü? Bu kodu run eləyəndə hərdən bir xəta verir. Yəni kodda xəta olmayacaq, kodu düzgün faylın içində açmaq tam başa düşmürəm. Amma bir dənə başdan göstərə bilərsiniz necə yaradırıq həmin faylı. VS Code-da Bəli. VS Code-da yəni papkalar falan bunlar olmur əslində. Kompüterin içində bir faylın içində qeydiyyatdan saxlayıram, bunu düzdürmü? Mütləq bir fayl olmalıdır kompüterdə ondan bağlı. Olmalı deyil, amma olsa yaxşı olar. Yəni nə baxımdan olmasa da işləyəcək, sadəcə səliqəli olması baxımından. Sonra hər bir gün yazdığın bir kodu tapa bilməyəcəksən. Məsələn, bax, belə eləyək də, mən buradan açıram, open folder deyək, desktopu açıram mən burada. Yəni, bu bir dəqiqə desktopa baxır da, heç bir atdelini papka yoxdur. Burada bir fayl düzəltirəm, deyirəm, yəni, dərs Java və kodu yazıram bura. Buradakı kodu kopyalayıb yazaq. Kompüter demək olar 2 ya da 3 gündür söndürmürəm, çox yığılıb qalıb. Çox zəif işləyir. Yaxşısı belə eləyək. Sən aç öz ekranı. Baxa görək problem nədir? Mümkündür. Bir saniyə açıram. İndi problem olmağını deyəmərəm. Faylı ən başdan açanda o hissəsini soruşurdum, necə olur? Nətər run eləyirsən? Dəqiqə indi run düyməsi bilmirəm oradadır. Yoxdur bu dəqiqə. Bir nə vaxt Normalda orada run düyməsi var. gecə saat Nə 00-dan sonra. İndi istəsəm ki, run elə proqramı eləyə bilməyəcəksən. Hə, tutalım burada nəyi seçsinə, bunun içinə əlavə edən tutalım ki. Hə, indi edə bilirəm. Niyəsə bir şeylər olmur.
Yo, run olunmayacaq o. Sən şey aç. Hər klasa uyğun sən bir folder açmısan. Hə, olundu run. Hətta onu başa düşmürəm necə olur. Tamam, belə elə. Desktopa qayıt. Belə. Hə. Bir papka aç orada özün üçün. Yaz adını qoy Java Projects. Saniye. Niye? Tamam. VS Code'a qayıt indi. O nədir o? Hə, bağla onu sağ, sol üstdən fayla gir. Open folder elə. Open folder. Oradan desktopu seç. Java Projects, select folder. Hə, yes, I trust ilə. Artıq bütün şeyləri, Java faylları bunun içində yığ. İndi məsələn new file-la New file şeye elə. başlayanda. Hə, new file elə. Nə bilim main.java falan nəsə qoy adını. Bura Java faylı yazmalıyım ya necə? Axtarış hissəsi gəlir. Ora axtarış deyil. Orada yeni fayl adı yazırsan. Yaz məsələn main yaz. .java. Ha, faylın adıdır bu. Hə, o adıdır. Nöqtə. Saniye. Fayl adların falan çalış böyüyü ilə yaz. Sonra metod adları ilə qatışır. Hə, create file. Məsələn bunu əlavə eləmək istəyirsən. Hə, indi getdi o Java Project şeyin içinə. Hə, Papkasının içinə. getdi o papkanın içərisinə. Sən də kodu bura yazacaqsan. Ha, başa düşdüm. Bir dənə əsas papka var. İçində də faylları beləsinə yığıram, düzdürmü? Hə. Ha, bildim. Bayaqkında hər fayl üçün sən bir folder açmışdın, bir papka açmışdın. Bildim. İndi məsələn, bayaqçı yazdığım kod hara getdi bəs? Onu nətər tapacam? Bayaq nətər Burada. tapmışdınsa elə o cür. O itməyib, yəni o qalıb elə. Sadəcə Papka kimi File Explorer'dan tapa bilərəm də məncə onu. Hə. Bir də bir sual, niyə məsəl üçün IntelliJ işlətmirsən? Çünki Python-la bağlı falan da əvvəlcədən elə bunu işlədirdim, onu heç yoxlamamışam. Bu var idi hazır elə. Buradan işlətdim, nə bilim. Hə, yəni burada da işte, yəni bu bir qırağa onu tekstdə də nədir onun adı? Notepad-də də yazıb işlətə bilərsən sən. Amma rahatlıq şeyi var da, tərəfi var. Rahatlıq tərəfindən IntelliJ çox daha rahatdır. Yəni bütün kodlarda yoxsa sadəcə Java-da rahat olur. O bütün kodlar üçün deyil də, sırf Java üçündür. Aydın, yəni Yoxluyorum, işləyirəm. bunda Java-da yaza bilərsən, nə bilim Python-da yazıb işlətə bilərsən. O sırf Java üzrə ixtisaslaşmış şeydir, bir Integrated Development Environment, IDE-dir. Bu arada Java extensionu yükləsə VS Code-da məncə daha rahat yazacaq. İndiyə nisbətən. İşlək bildiyim Hə, qədər. pluginlər yükləyə bilər, extensionlar yükləyə bilər. O Ctrl-Shift-P-yə basıb oradan Create Java Project deyib yaradanda avtomatik o source faylı və s. hamısını içinə qoyur özü. Hə, lap yaxşı. Extensionlar buradan yüklənmirdi ki. Hə, o birinci olan yüklüdür, 1-lə 2. Bir işləyir də buna yəqin. Bugün varsa işləyir herhalde. Ctrl-Shift-P-ni basıb yoxla zəhmət olmasa. Create Java Project yaz ora. Bayaq çıxmışdı əslində. Hə. Və aşağıda var. Hə, elə birinci seçə bilərsən ya da ikinci fərqi yoxdur.
Nə düşündün anlamadım. No build. Birinciyə basmadı, ha? Yox, ikinci. Birinciyə bas bir də. Geri çıx. Escape elə tezdən elə. Ctrl Shift P. Bu iddə birinci İkincisi, deyirsən. ikincisi Ya bu- indi ikincisini seç. Ha. Ha, yeri dəyişdi. Papka seç ona uyğun, elə buranı da seçə Ha, bilərsən. select elə, select elə. Yer atmaq üçün. Başa düşdüm. Groovy-ni seç, Nə? Groovy. Çox plugin gəlmiş hani. Ha, indi adı ver. Şö. Bu fayl yaratmaq qaydasıdır belə. Aşağıda build tool işləyir, o bir dənə hazırlasın tam. Elton, sən VS Code-la işləyirsən? Yox, amma anti-gravity yoxlayanda məcbur olub bunu öyrənmişdim. Çünki mən də çox problem yaşayırdım onda. Mən də IntelliJ işlədirəm, yəni o çox rahatdır. Bəli. Şey hazırlandı deyəsən. Plugin səhifəsini bağla, extensionları. Dəqiqə. Yuxarıda o fayllar olan hissə var ya, sol tərəfdə, oranın tam sol, onun da solu. Yox, bu ora bas. Bilirsən. İndi yaratdığın fayldasan sən, axırıncı yaratdığımız. Hatta main shell. Yox, təzəsini yaratdıq axı biz indi. Belə bu papkada yaratdı da. Nəsə yaranmadı deyəsən. Ya da ki başqa yerə getdi, başqa direktoriyaya Məncə getdi. başqa yerə getdi o. Çünki o aşağıda şey işləyirdi, o mütləq yaranmalı idi. Yəni bunlarla boğuşmaq məcburiyyətində qalmaq istəmirsə IntelliJ işlədim. Burada yaratdıq da, nə biləm. Oy elə deyəsən. Elton, o dediyin gravity nədir? Anti-gravity dedin. Anti-gravity, hə. O şey AI ilə işləmək üçün idi. Daxilində elə bir ki, avtomatik AI yüklüdür də. Google-un bir nə deyirlər ona? Text editordur da, hə. Amma VS Code üzərində yığılıb deyə eynidir hər şeyi. Hə, bildim. Yaxşıdır AI-ı? Təzə çıxanda çox yaxşı idi. İndi məcbur eləyir ki, mütləq şey premium hesab almaq lazımdır da. Gemini Pro varsa əslində pis işləmir. Bu nəsə Belə front işləyənlər çox tərifləyir onu açığı. Bəlkə bilmirəm nə qədər yararlı olar. Sən bununla nə kod yazırdın? Nə dilində kod yazırdın? Java yazmağa çalışırdım açığı. Burada başqa, yəni machine learning-lə və ya data science-la falan məşğul olan var? Yox, deyəsən.
Uşaqlar, deməli, gələn dərsdən sizə mən yox, Turan müəllim dərs deyəcək. Çünki ard-arda 3 dərs götürmək biraz çətindir. O mənim bir dərsimi, mən də onun bir dərsini əvəz eləyəcəm. Həftənin fərqli günlərində belə gedəcək. Yəni həftədə bir dəfə siz dərs keçəcəksiniz də bizə. Həftədə bir dəfə yox. Yəni mən ümumiyyətlə dərs keçməyəcəm sizə. Sizə artıq Turan müəllim dərs keçəcək. Hə, elə aydındır. Belə baxıram, sualınız yoxdur. Varsa sualınızı verin, yoxdursa artıq sizi saxlamağın adı yoxdur. Çünki dediyim kimi dərs qısa dərsdir. 2 dənə operator var, vur tut. Üzərində danışılacaq çox şey yoxdur. Hətta mən ekstremumlara gedib onun advanced-ını falan danışdım. Hansı ki, heç istifadə eləməyəcəksiniz. Switch-in özünü heç demək olar ki, istifadə eləməyəcəksiniz. Elə hər şeyi if-lə həll eləmək olur. Bundan oynası yoxdur da, yəni. Varsa sualınız verin, ümumiyyətlə, proqramlaşdırma ilə bağlı sizə maraqlı gələn nəsə əgər bilirəmsə, cavab vermək istəyirəm. Mənim sualım yoxdur. Çox sağ olun müəllim bizə öyrətdiyinizə görə. Təşəkkürlər bir daha. Siz sağ olun, sağ olun. Sağ olun mən. Sağ olun da gecəviz yox, axşamınız xeyrə. Hələlik. Hə, Sağ olun.